Salamlar, hər birinizi xoş gördük. Biz artıq natural ədədlər mövzusundan bir neçə yeni testin izahlarını göstərmişik. Bu videomuzda növbəti yeni əlavə olunan testlərin izahlarını göstərəcəm. Burada 32 nömrəli misalımızda A və B müxtəlif sadə ədədlər olarsa, əbob AB-ni soruşur, əkab AB-ni özüm əlavə elədim. Müxtəlif sadə ədədlər nə deməkdir? Əgər müxtəlif sadə ədədlər misal üçün 3 ilə 7 olsun. 3 və 7-ni görürük ki, bunlar özü qarşılıqlı sadə ədədlərdir. Yəni, müxtəlif sadə ədədlər ilə qarşılıqlı sadə ədədlər deməkdir. Onda qarşılıqlı sadə ədədlər olanda əbobu 1-ə bərabərdir, əkobu isə A vur B-yə bərabərdir. Qayda izahlarında da bunu göstərmişik. Yenə də misal üzərində ədədləri yeni yazıb tətbiq eləmək olar. Misal üçün 3 və 7-ni qeyd eləsək, 3-ü sadəliklərə ayırsaq 3 və 1 olacaq, 7 isə 7 və 1 olacaq. Ortaqları 1 olduğuna görə əbobu 1-ə bərabərdir. Əkab isə böyüyün ayrılışını köçürür. Yəni 7 vurulsun, kiçiyin ayrılışı 3. 7 vur 3. Eyni formada A vur B və 1. Cavabımız 1 eləyəcək.